Tamamıyla doğru buyurursunuz ve bu fikirler bizim icra komitesinde müzakere olunur. Klublara hem stadionların standartlara uyğunluğu baxımından, eyni zamanda adları keçən şəhərlərlə bölgələrə uyğunluğa baxımından tələbin sərtləşdirilməsi. Burada biz gələn mövsümdən nəzərdə tutulur və bir-iki dövrü verilməklə hazırda bu müzakirə mövzusudur. Məsələn, bir-iki mövzu verilmək, yəni klublar həmin vəsaitləri düzgün əldə etmək, düzgün sərf etməklə infrastrukturdakı çatışmazlıqları həll etsinlər. Eyni zamanda çevre bölgələrdə, yəni adları verilən bölgələrdə çıxışlarını həyata keçirsinlər, öz ev-oylarını keçirsinlər. Bu istiqamətdə müzakirələr aparılır və icra komitəsinin növbəti iclasları birində bununla bağlı olaraq qərar verilmişdir. Biz burada həm futbolu davam edir, həm futbolun inkişafını təmin etmək, eyni zamanda infrastruktur səmərəliyinin və keyfiyyət artırılması ilə bağlı qərarlar verəndə bunları balanslaşmış şəkildə verməyə çalışırıq ki, elə olmasın ki, yeganə infrastruktur səbəbi gəlməklə uğurlu çıxış edən, yaxud rəqabət çıxış edən klubu biz necəsə çevirən fazlalaşdılar. Çünki burada bir balans var və bunu biz təmin etməyə çalışırıq. Amma çox düzgün bu üsul hazırda icra komitəsində müzakirə olunan mövzulardan da hazırda bu uzun müddətli müzakirə edirik.